Salam, hər vaxtınız xeyir olsun, dəyərli izləyicilər. Bugün biz sizlərlə trigonometri funksiyalar barəsində danışacağıq. Nəzərinizdə çatdırım ki, maksimum dərəcədə sadə və asan dildə danışmağa çalışacaq ki, sizlər üçün imtahana hazırlaşmağa həm öyrənmək cəhətdən rahatlığın görüb motivasiya olsun, həm də ki, imtahanda daha yaxşı, daha gözəl nəticələr əldə eləyəsiniz. Trigonometri funksiyalar barədə danışmamışdan öncə əvvəlcə qısa məlumat verək ki, çünki tez-tez biz burada radian və bucaq anlayışlarından istifadə edəcəyik. Radian nə deməkdir, nə olan şeydir? Nəzərə alaq ki, əgər biz bir çevrə götürürük, çevrənin hər hansısa bir R radiuslu çevrədir. Burada bir fi bucağı var. Bu qövsün uzunluğu hər hansısa bir L qövsüdür. Əgər radiusun uzunluğuna bərabərdirsə, bu zaman bu iki radiusun arasında qalan bucaq fi bərabər olacaq 1 radiana. 1 radian. Bəs yaxşı, dərəcə ilə müqayisə etsək 1 radian neçə dərəcəyə bərabərdir? Gəlin belə bir şey yazaq. Fi bucağı əgər 360 dərəcə, biz bilirik ki, çevrənin uzunluğu 2 pi r-dir. Onda fi bucağına uyğun gələn uzunluq isə qövsün uzunluğu L-ə bərabərdir. Biz buradan fi bucağını tapsaq, alınacaq 360 dərəcə vur L bölünsün 2 pi r-ə. Nəzərə aldıq ki, biz başda radian dedik ki, qövsün uzunluğu radiusun uzunluğuna bərabər olarsa, radianın təriflərini elə vermiş. Onda L r-ə bərabər olduğuna ixtisar gedəcək. 2 ilə 360 ixtisar gedəcək, qalacaq 180. Onda aldıq nə? Fi bərabərdir 180 bölünsün pi-yə. Pi-nin də təxminən 3 tam %14-ə, pi-nin də təxminən 3 tam %14-ə bərabər olduğunu bilirik. Onda biz fi, yəni 1 radianı təqribən 57 dərəcəyə bərabər olduğunu aldıq. Deməli, radian ölçüsü 1 radian 57 dərəcəyə bərabərdir. Bizə desək ki, 2 radian nəyə bərabərdir? 1 radian 57 dərəcə olduğundan 2-ni vuracaq 57-yə. Təxminən bizdə bərabər olacaq 114 dərəcəyə. Bəzən misallarda görəcəksiniz ki, trigonometri funksiyanı həm bucağı ölçüsü ilə, həm də radian ölçüsü ilə verirlər. Məsəl üçün, ola bilər ki, desin, sinus 120 dərəcə verilib. Radian ölçüsündən vermək istəsə bizdə bu ifadə radianı, onda 120 vuracaq, pi bölünsün 180-ə. 60-a ixtisar etsə 2, 3, alındı 2, pi bölünsün 3. Yəni, 120 dərəcəni 2 pi bölünsün 3 şəklində radianla göstərə bilərik. Pi bölünsün 3. Yox, əgər bucaqdan bucaqdan radiana keçməyi göstərsə, nə eləmək lazımdır? Verilən dərəcə ölçüsünü vurmaq lazımdır. Pi bölünsün 180-ə. Deməli, bucaqdan radiana bu formada keçə bilərik. İndi isə gələk dərsimizin vacib hissəsinə. Bu çevrə bizə lazım olacaq. Silməyi çevrəmizi. Bir koordinat sistemi qeyd edirəm. Y oxu, X oxu. 7-8-ci sinif kursundan bizə məlumdur ki, düzbucaqlı üçbucaqda hər hansısa bir alfa bucağı A olsun, B olsun, C olsun. Alfa bucağının sinusu bərabərdir qarşıdakı katetin hipotenuza nisbətinə, kosinusu bitişik katetin hipotenuza nisbətinə, tangensi qarşıdakı katetin bitişik katetə nisbətinə, kotangensi isə bitişik katetin qarşıdakı katetinə nisbətinə bərabərdir. Bu verilən bucaqlar sadəcə iti bucaq üçün verilmiş anlayışlardır. İti bucaq üçün verilmiş. Yəni 0 dərəcə 90 alfa bucağı bizdə 0-90 dərəcə aralığında olanda biz bunu hesablayıb tapa bilərik. Bəs yaxşı, bucaq böyüsə
150, 300, 1500, 2700 bura gelib çıxanda biz nə edəcəyik? Artıq vəziyyət biraz dəyişəcək burada. Bunu biz tam başa düşmək üçün belə bir vahid çevrə götürəcəyik. Belə bir vahid çevrə götürəcəyik. Vahid çevrə bilirik ki, radiusu 1-ə bərabər olan çevrədir. Vahid çevrə. Gəlin belə eləyək. Belə bir təsəvvür yaradaq ki, bura yer kürəsi olsun. Yer kürəsindən peyk götürürük və başlayır yer kürəsinin ətrafında dövr eləməyə. Başlanğıc nöqtəmiz olsun burada. Bu nöqtənin koordinatları vahid çevrə götürdüyümə görə bu nöqtənin koordinatları x-imiz olacaq bizim 1, y-imiz olacaq 0. Bu nöqtənin x-imiz 0, y-imiz 1. Bu nöqtənin koordinatları x-imiz -1, y-imiz 0. Bu nöqtənin koordinatları isə x-imiz 0, y-imiz -1-dir. Vahid çevrə götürmüşük. Həmin vahid çevrənin üzərində hər hansısa bir nöqtə götürürəm. Belə deyək də, buradan hərəkətə başladı peykimiz. Saat əqrəbinin əksi istiqamətində hərəkət elədi. Gəldi bu nöqtəyə çıxdı. Hər hansısa bir alfa bucağı qədər hərəkət elədi. Əgər bu peyk saat əqrəbinin əksi istiqamətində hərəkət eləyirsə, müsbət alfa bucağı əmələ gətirəcək. Yox, saat əqrəbi istiqamətində hərəkət eləsə, bu artıq olacaq mənfi alfa dərəcə. Deməli, saat əqrəbinin əks istiqamətində hərəkət edəndə müsbət, saat əqrəbi istiqamətində hərəkət edəndə isə mənfi alfa bucağı olacaq. Hələ ki, bu hissə bizə lazım deyil. Gəldik bura. Biz dedik ki, radiusu 1 olan çevrə götürdük. Sual yarana bilər. Niyə radiusu 1 olan çevrə götür? Olmazmı ki, radiusu 2 olsun? Olmazmı ki, radiusu 3 olsun, 5 olsun, 15 olsun? Bu barədə indi irəlidə deyəcəm. Baxın, bura 1-dir. Bu nöqtənin koordinatı, bu nöqtədə hər hansısa bir y0-dır. Bu nöqtədə hər hansısa bir x0-dır. Bura y0-dırsa, onda bu məsafə də y0-a bərabərdir. Bu məsafə də nəyə bərabərdir? x0-a. Bu alfa bucağı üçün sinus alfa nəyə bərabərdir? Qarşıdakı katetin y0-ın nəyə nisbəti? Hipotenuza nisbəti. Deməli, sinus alfa nəyə bərabər oldu? Y0-ın 1-ə, yəni sinus alfa elə y0-a bərabər. Onda biz bura yaza bilərik də sinus alfa. Eyni zamanda alfa bucağı üçün kosinus alfanı tapsam, bitişik katetin x0-ın hipotenuza nisbəti. Bu nəyə bərabər oldu? x0 bərabərdir kosinus alfa. Onda bu nöqtənin də koordinatı kosinus alfa kimi qeyd edə bilərik də. Onda buradan belə nəticəyə gələ bilərikmi ki, bu çevrənin üzərində götürdüyümüz hər bir nöqtə, y-oxu üzərində götürdüyümüz nöqtə həmin bucağın sinuslarıdır. X-oxu üzərində götürdüyümüz nöqtə isə həmin bucağın kosinuslarıdır. Ona görə bundan sonra biz bu oxu adlandıracaq sinus alfa, bu oxu da adlandıracaq kosinus alfa. Deməli, y-oxunu bundan sonra biz adlandıracaq sinus alfa, x-oxunu da kosinus alfa kimi adlandıracaq. Bayaq bir fikir demişdim, üstündən keçdim. Bəs yaxşı, biz vahid çevrə götürdük, radiusu 1 olan. Radiusu böyük olsa, kiçik olsa nəsə dəyişərmi? Təsəvvür edin ki, həmin çevrə düzbucaqlı bir üçbucaq götürmüşəm. Adı indi kiçiltdim. Burada A idi, oldu A1. Bura B idi, oldu B1. Bu bucağın sinus alfası bayaq A böl S-yə bərabər idi. Bu da olsun S1. İndi nəyə bərabər olacaq? A1 böl S1-ə. Diqqət eləyin, A böl S. Sürət azalıb, eyni zamanda məxrəc də azalıb. Amma qiymət dəyişməyib. Ona görə bu formada biz götürüb baxsaq, İstəyirsən radiusu 1-dən böyük götür, istəyirsən radiusu 1-dən kiçik götür, fərqi yoxdur. Hər halda, hər vəziyyətdə sinus alfanın qiyməti dəyişməyəcək. Bu səbəbdən də biz vahid çevrə götürmüşük. Deməli, biz bundan sonra y-oxunu adlandırdıq sinus alfa oxu, x-oxunu da adlandırdıq kosinus alfa oxu. İndi davam edək. Əgər buradan biz hərəkətə başlayırıqsa, burada artıq şeyləri silərik. Hərəkətə başlayırıqsa, burada, baxın, bu nöqtənin üzərində bucaq neçədir? 0 dərəcə. Çünki heç bir bucaq cızmayıb və başlayır, hərəkət eləyir, gəlir, çatdı bura. Artıq 90 dərəcəli bucaq cızıb. Pi bölünsün 2.
Baxın, buradan hərəkətə gəlib bura. Artıq fikir verin, bizim peykimiz əvvəlki vəziyyətə nəzərən 90 dərəcə. Davam eləyir, gəlir, çatır bura. Artıq nə oldu? 180 dərəcə və yaxud bir fikir verin, 180 dərəcəli bucaqsızdır. Və hərəkətinə davam eləyir, gəlir bura. 270 dərəcə, yəni 3pi bölünsün 2 bucaqsızdır. Və hərəkətinə başlayır, gəlir bura, davam eləyir, 360 dərəcə, yəni 2pi. Bu formada istədiyi qədər dövr eləyəcək, 2pi 360 dərəcədir, bir dənə də dövr eləyəcək 720 dərəcə. Bu formada hərəkətinə davam eləyir. Yox, əgər başda dərsin əvvəlində dediyimiz kimi bu nöqtədən başlayaraq belə hərəkət eləsə, 90 dərəcə yox, mənfi 90 dərəcə olacaq. Pi yox, mənfi pi olacaq. Burada olacaq mənfi 3pi bölünsün 2. Burada isə olacaq mənfi 2pi. Deməli, bizim peykimiz yerin ətrafında fırlanırsa, saat əqrəbinin əks istiqamətdə fırlatdıqda müsbət bucaqlar, saat əqrəbi istiqamətdə fırlandıqda isə mənfi bucaqlar əmələ gətirəcək. Deməli, bucaq olaraq 0, 90, 180, 270, 360'dır. Deməli, belə çıxır ki, bizim peykimiz ürəyi istədiyi qədər dövr eləyə bilər və bizdə bucaqlar ürəyi istədiyi qədər, yəni bucaqları ala bilər. Bu nöqtələrə sərhəd nöqtələri və ya sərhəd bucaqları deyilir. Yəni 0, pi bölü 2, pi, 3 pi bölü 2, 2 pi. Sərhəd bucağı. Nə deyilir? Sərhəd bucaqları nədir? Bura bizdə birinci rübdür. Bura bizdə birinci rüb. Bura bizdə ikinci rüb. Bura bizdə üçüncü rüb. Burada olacaq bizdə dördüncü rüb. Bu çevrə üzərində bütün trigonometriyanı danışmaq olar və əzbərə ehtiyac olmadığını bu çevrə üzərində görmək olar. Gəlin əvvəlcə baxaq. Sinus funksiyası, sinus alfa, kosinus alfa, tangens alfa və kotangens alfa. Birinci rübdən müsbətdir yoxsa mənfi? Sinus funksiyası. İxtiyari bir nöqtə götürdüm. Söhbət bu nöqtədən gedir. Bu nöqtənin üzərində, sinusun qiymətinə baxın. Sinus oxu budur da. 0-1 aralığında müsbət qiymət alır. Deməli, sinus alfa müsbətdir. Kosinus oxu budur. Bu nöqtəyə uyğun gələn buradadır. Kosinus müsbət qiymət alır. Tangenslə də kotangens, biraz sonra danışacağım vacib eyniliklərdə. Tangens sinus bölünsün kosinus alfadır. Kotangens də kosinus bölünsün sinus alfa olduğuna görə müsbəti müsbətə böldükdə müsbət, kotangenslə də müsbəti müsbətə böldükdə müsbət. Deməli, birinci rübdə bütün funksiyalarımız müsbətdir. Gəlin, ikinci rübdə baxaq görək. İkinci rübdə baxaq görək. Bu funksiyalar müsbətdir, yoxsa mənfi. İkinci rübdə hər hansısa bir nöqtə götürürəm. Bu nöqtənin sinusuna baxıram. 0-1 aralığında sinus oxuna müsbət qiymətinə uyğun gəlir. Deməli, ikinci rübdədə sinus müsbətdir. Bu nöqtənin kosinusu, kosinus oxun üzərində mənfidir. Mənfi. Tangenslə kotangenslə nisbət olduğunda müsbət mənfiyə bölündə mənfi və mənfi eləyəcək. Üçüncü rübə baxırıq. Üçüncü rübdə sinus, kosinus, tangens və kotangens funksiyalarına baxıram. Yenə bir nöqtə götürürəm. Bu nöqtənin kosinus oxu üzərində qiymətinə baxın, mənfidir. Bu nöqtənin sinus oxu üzərində qiymətinə baxın, mənfidir. Tangenslə kotangens, mənfini mənfiyə bölündə müsbət və müsbət. Deməli, üçüncü rübdə sinus və kosinus funksiyaları mənfi, tangens və kotangens funksiyaları isə müsbətdir. Və nəhayət dördüncü rübə baxıram. Dördüncü rübdə sinus alfa, kosinus alfa, tangens alfa və kotangens alfa funksiyasına. Bu nöqtənin sinusu bura uyğun gəlir. Sinus oxunun mənfi istiqamətinə uyğundur. Kosinus alfa bura uyğun gəlir. Müsbət istiqamətinə uyğundur. Tangenslə kotangens isə mənfi bölü müsbət, müsbət bölü mənfi olduğundan hər ikisi mənfidir. Onda belə bir nəticəyə çıxır ki, birinci rübdə bütün funksiyalar müsbətdir. İkinci rübdə yalnız sinus funksiyası müsbətdir. Üçüncü rübdə tangens və kotangens müsbətdir. Dördüncü rübdə isə yalnız kosinus funksiyası müsbətdir. Deməli, trigonometrik funksiyaların, bu 4 dənə trigonometrik funksiyaların hansı rüblərdə müsbət mənfi olduğunu bu çevrə üzərində tanış olub baxa bilərik. İndi gəlin baxaq sinus və kosinus funksiyasının təyin oblastına və qiymətlər oblastına. Burada olan artıq yazıları silək.
Bizə lazım olan şeyləri saxlayaq. Deməli belə, bizə lazım olan şeyləri saxlayaq. Sinus funksiyasının alfa funksiyasının qiymətlər oblasına baxaq. Qiymətlər oblasına. Sinus funksiyası, baxın, budur da, düzdür. Bu oxun üzərində hansı qiymətlər olsa sinusa məxsusdur. Bizim çevrəmiz hərəkət eləyir. Diqqətlə baxsaz görərsiniz ki, sinus yalnız və yalnız bu qırmızı aralığında qiymətlər alır. Baxın, yalnız və yalnız bu qırmızı aralığında. Çünki çevrə üzərində hərəkətə başlayır. Çevrə üzərində hərəkət zamanı, baxın, buranın koordinatı nə idi? -1. Buranın koordinatı nə idi? 1. -1, 1 aralığında qiymətlər alır. Onda biz deyə bilərik ki, sinus funksiyasının qiymətlər oblasti -1, 1 aralığındadır. Yalnız buradadır. Çünki çevrə bu haşiyədən kənara çıxmır. Eyni zamanda kosinus alfa üçün danışsaq, kosinus alfada isə vəziyyət belədir. Kosinus oxu budur da, düzdürmü? Kosinus isə yalnız bu qırmızı aralığında qiymətli. Çevrə üzərində tutaq ki, bu nöqtənin hara uyğun gəlir? Bura. Bu nöqtə bura uyğun gəlir. Gəldim, burada nöqtə götürdüm. Bura uyğun gəlir. Onda biz deyə bilərik ki, kosinus alfada yalnız -1, 1 aralığında qiymətlər alır. Bu səbəbdən sinus və kosinus funksiyaları üçün deyə bilərik ki, hər iki funksiyanın qiymətlər oblasti -1, 1 aralığında olacaq. Əgər biz rastlaşsaq ki, sinus alfa bərabərdir 1,1-ə, sinus alfa bərabərdir -2,7-yə, sinus alfa bərabərdir -kök altında 7-yə, o dəqiqə deyəcək ki, həlli boş çoxluqdur. Çünki bu aralıqda qiymətlər almır. Deməli, sinus və kosinusun qiymətlər oblasti -1, 1 aralığındadır. Bəs yaxşı, bu funksiyaların təyin oblasti hardadır? Məlum məsələ ki, funksiyanı təyin edən burada bir alfalar var. Alfa bucağı isə hərəkətə başlayır, sıfırdan müsbət sonsuzluğa kimi qiymətlər, eyni zamanda hərəkətə başlayır, saat əqrəb istiqamətində mənfi bucaqlar alırdı, sıfırdan mənfi sonsuzluğa qədər qiymətlər ala bilər. Onda biz deyə bilərik ki, həmin verilən funksiyalar üçün təyin oblasti hara daxildir? Mənfi sonsuzluq, müsbət sonsuzluq, qiymətlər oblasti hara daxildir? -1, 1 aralığına daxildir. Deməli, sinus və kosinus funksiyalarının təyin oblasti mənfi sonsuzluq, müsbət sonsuzluq, qiymətlər oblasti isə -1, müsbət 1-dir. Deməli, bu funksiyalar üçün sərhəd bucaqlarını dedik, 0,pi/2, silmişik bunu, 0,pi/2pi, 3pi/2 və 2pi. Bunlar sərhəd bucaqlardır. Heç bir rübə məxsus deyil. Verilən bucaqlar heç bir rübə məxsus deyil. Sadəcə sərhəddə olan bucaqlardır. Deməli, sinus və kosinusun ən böyük qiyməti 1, ən kiçik qiyməti isə oldu bizdə nə? -1 olacaq. Daha sonra, deməli, rüblər barədə danışdıq. Tək cütdüyə keçməmişdən qabaq, gəlin əvvəlcə bu funksiyaların hər ikisinin artıb azalma aralığından danışım. Sonra tək cütlüyü barəsində də məlumat verərəm. Çevrəmizi silmirəm, ola bilər biraz səliqəsiz görünsün. Əsas olan bizim çevrənin vacibliyidir. Deməli, bu bizim çevrəmiz. Gəlin baxaq, hansı aralıqda artır, hansı aralıqda azalır. Sinus alfa üçün baxıram. Hərəkətə başladıq. Biz bilirik ki, sinus oxu bu oxdur, y oxudur. Hərəkətə başladım və başlayıram bucaq cızmağa. Gəldim 0-dan 90-a. Baxın, 0-dan 1-ə qədər artıb. İndi başlayıram 90-dan gəldim 180-a. Fikir verin, 1-dən 0-a qədər azaldı. 180-dan gəldim 270-ə. 0-dan -1-ə kimi azaldı. Və nəhayət, -270-dən gəldim yenidən 360-a, -1-dən 0-a kimi artdı. Deyə bilərsiniz ki, müəllim, əgər artırsa, 3pi/2-dən getdi artdı nəyə? Pi/2. Bu biraz absurd görünür. Həmişə nöqtəyə yaxın bucağı götürürlər. Mən belə fırlanıb 3pi/2 götürənə qədər buradan bura daha yaxındır. Ona görə
saat əqrəbi istiqamətdə fırlandığına görə mənfi pi bölü 2 olacaq. Deyə bilərəm ki, mənfi pi bölünsün 2-dən, mənfi pi bölünsün 2-dən, pi bölünsün 2-yə qədər, pi bölünsün 2-yə qədər sinus funksiyası neynədir? Mənfi 1-dən 1-ə kimi artdı. Eyni zamanda sinus funksiyası pi bölü 2-dən, pi bölünsün 2-dən, 3 pi bölünsün 2-yə qədər isə, pi bölünsün 2-dən, 3 pi bölünsün 2-yə qədər isə sinus funksiyası neynədir? Azaldı. Deməli, sinus funksiyası mənfi pi bölü 2, pi bölü 2 aralığında artır, pi bölünsün 2, 3 pi bölünsün 2 aralığında isə neynəyəcək? Azalacaq. Bunu yenə əzbərləməyə ehtiyac yox. Sadəcə çeviri üzərində görmək olar. Bəs yaxşı, kosinus funksiyası neynir? Diqqətlə baxın kosinus funksiyasına. Kosinus yenə hərəkətə başladıq. Hərəkətə başladım mən sıfırdan gəldim pi'yə qədər. Eyni zamanda bu sıfırdan fikir verin azaldı. Birdən azaldı hara kimi? Mənfi 1'ə kimi azaldı da. Onda kosinus funksiyası 0 pi aralığında, kosinus funksiyası 0 pi aralığında birdən mənfi 1'ə düşdüyünə görə azalıb. Eyni zamanda deyə bilərəm ki, pi 2pi aralığında isə, pi 2pi aralığında isə mənfi 1'dən 1'ə kimi gedib və mənfi 1'dən 1'ə kimi gedəndə funksiyamız nə baş verir? Artır. Eyni funksiyalar tangens və kotangens üçün qrafiklərini çəkib üzərində daha ətraflı izah eləyəcəm. Deməli, nə baş verdi? Verilən funksiyamız sinus funksiyası mənfi pi bölü 2, pi bölü 2 aralığında artır, pi bölü 2, 3 pi bölü 2 aralığında azalır, 0 pi aralığında azalır, pi 2 pi aralığında isə nə baş verir? Artır. Və sinus və kosinus funksiyalarının artma, azalma aralıqlarını burada qeyd elədik. Bəs yaxşı, verilən funksiyaların dövrü barəsində nə deyə bilərik? Belə deyək də, tutaq ki, sinus funksiyası buradadır. Hər hansısa bir sinus funksiyası qrafiki budur. Burada bir nöqtə götürürəm, ixtiyari bir nöqtə götürürəm. Tutaq ki, bura uyğun gəlir. Bilmirəm, hansısa bir A nöqtəsi bura uyğun gəlir. Bu ox üzərində sinus funksiyası bu A-nı almaq üçün başlayır, hərəkət eləyir, fırlanır, gəldi. Tam bir dövr eləyəndən sonra, yenidən A-nı alır. Onda belə çıxır ki, sinus funksiyasının ən kiçik müsbət dövrü nədir? 2 pi'dir. Sinus funksiyasının ən kiçik müsbət dövrü 2 pi'dir. Bəs yaxşı, kosinus funksiyası üçün, bu da olsun bizdə kosinus alfa. Kosinus funksiyası elə eyni nöqtə üzərindən başlayır. Burada başlayıram. Bu nöqtəyə uyğun gəlir, hər hansısa bir B nöqtəsi uyğun gəlir. Bəs yaxşı, kosinus bu B'ni başqa harda alır? Gedir, fırlanır, ta bir dənə tam dövr, bir də gəlir burada, kosinus funksiyası gəldi, fırlandı, burada məsəl üçün gəldi, düzdürmü? Bu nöqtəyə uyğun gələn B'ni aldı, bir də hansı? Burada aldı. Sonra gəlirəm ixtiyari bir nöqtə, ta ki 0 nöqtəsi, kosinus 0'ı harda alır? Başladı, fırlandı, kosinusunu buradan götürək də. Kosinus 0'ı burada alır, düzdürmü? Fırlandı, başladı, hər hansısa bir bucaq cızır, fırlanır, gəldi. Burada mənfi 1'dir. Yenə fırlandı, gəldi. 0'ı bir də harda aldı? Tam bir dövr eləyəndən sonra, kosinus qiymətinin burada nəyə uyğun gəldi? 1 idi də burada qiyməti, düzdürmü? Bu oxun üzərində qiyməti 1 idi. Biri fırlandı, burada 0 oldu, gəldi, burada yenidən mənfi 1 oldu, 0 oldu, 1 oldu. Onda biz deyə bilərikmi ki, kosinus funksiyasında ən kiçik dövrü nədir? T bərabərdir 2 pi. Burada bu nöqtəyə uyğun gəlməsinin indi səbəbini açıqlayacağam. O nöqtəyə niyə uyğun gəlib, səbəbini açıqlayacağam. Onda belə çıxır ki, sinus və kosinus funksiyasının hər ikisinin ən kiçik müsbət tam dövrü 2 pi'yə bərabərdir. İndi davam eləyək. Dövrlər barəsində danışmışkən, burada bunu da qeyd eləyim mən. Deməli, sinus 2n üstə gəl 1, kx üstə gəlsin b, kosinus 2n üstə gəl 1, kx üstə gəlsin b. Sonra yazaq, deməli, sinus 2n üstə gəlsin 1, deməli, sinus n kx üstə gəlsin b, kosinus
n kx üstə gəlsin b tangens n kx üstə gəlsin b və kotangens n kx üstə gəlsin b. Bu barədə dəyişək. Deməli, bunu belə ayırım. Deməli, təkləri yazdım. 2n plus 1. İndi 2n, 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 2n. Kotangens biraz səliqəsiz oldu. Əgər bizə deyirsə ki, sinus 2n plus 1 kx üstə gəl b, kosinus 2n plus 1 kx üstə gəl b-nin dövrünü tapmaq lazımdırsa, bu zaman dövrümüz olacaq t bərabərdir 2 pi bölünsün modulda k-ya. Yox, bizdən bunların dövrünü istəyirsə t bərabərdir. Deməli, burada 2 pi bölünsün k-dır, modulda k-dır. Burada olacaq pi bölünsün modulda k. Bu funksiyaların dövrünün tapılma qaydası bu formada olacaq. Deməli, sinus və kosinusun ən kiçik dövrü barədə danışdıq. Digər tərəfdən sinus və kosinus üçün dərəcəsi tək olanda dövr 2pi bölünsün k-la, dərəcələri cüt olduqda isə fərqli qələmlə yazdım. 2n olduqda isə pi bölünsün k ilə tapılır. Davam eləyək. Tək və cüt barəsində, təkliyi və cütlüyü barəsində danışaq. Qeyd edeyim ki, tangens və kotangens barədə o qədər də məlumat verməmişəm. Onlar barəsində indi qrafiklərini çəkdikcə daha ətraflı məlumat verəcəm. Qrafiklərini çəkdikcə daha ətraflı məlumat verəcəm. Gəlin baxaq. Biz tək funksiya barəsində məlumat verəndə belə demişik də, əgər f mənfi x bərabərdir, mənfi fx olarsa tək funksiyadır. F mənfi x bərabərdir, fx olarsa cüt funksiya adlandıracaq. Gəlin baxaq görək, hələ sinus funksiyası təkdir yoxsa cütdür. Yenə bir nöqtə götürmüşəm. Bu nöqtədə sinus oxunun üzərində uyğun gələn, deməli, hərəkətə başladıq. Hər hansısa bir fi bucağı qədər hərəkət elədi bizim peykimiz və gəldi bu nöqtəni aldı. Bu nöqtədə fi, deməli, yazıram. Sinus müsbət fi bərabərdir nəyə? A-ya. İndi əks tərəfə hərəkətə başlayıram. Olur nə? Mənfi fi. Sinus mənfi fi bərabərdir. Diqqət edin, bayaq a-ya bərabər idi. İndi artıq mənfi a-ya bərabər olacaq. Mənfi a-ya. Sinus fi a-ya, sinus mənfi isə mənfi a-ya bərabərdir. Onda nə deyəcək? Sinus funksiyası, sinus fi funksiyası tək funksiyadır. Bəs yaxşı, eyni şey indi kosinus üçün baxaq. Kosinus üçün. Deməli, kosinus fi bərabərdir. Buradan başladı kosinus bu hərəkətə gəldi. Hər hansı bir B nöqtəsidir. Baxın, bu nöqtədə bərabərdir B-yə. İndi əks istiqamətdə hərəkətə başladı. Mənfi fi qədər hərəkət elədim. Kosinus mənfi fi bərabərdir. Mənfi fi qədər hərəkət eləyəndə, baxın, yenə B-yə uyğun gəlir. Fikir verin, mənfidə də müsbətdə, mənfidə də müsbətə, müsbətdə də müsbətə. Deməli, kosinusun həm fi, həm də mənfi fi olan halda müsbətə bərabərdir. Onda biz deyə bilərik ki, kosinus fi də bərabər, kosinus fi isə necə funksiyadır? Cüt funksiyadır. Deməli, sinus funksiyası tək funksiyadır, kosinus funksiyası cüt funksiyadır, tangens və kotangens isə bizdə tək bölcü, biz də bilirik ki, tək funksiya və cüt funksiya tək funksiyaya bərabərdir. Deməli, trigonometrik funksiyalar içərisində yalnız və yalnız kosinus fi funksiyasıdır ki, cüt funksiyadır. Söhbət sinus, kosinus, tangens və kotangensdən gedir. Deməli, kosinus funksiyası cüt funksiyadır. Deməli, biz bu funksiyalar barəsində minimum məlumat verdik, rüblərin dedik, harda tək cütlüyü barəsində məlumat verdik, artıb azalması barəsində məlumat verdik. Daha sonra qaldı bizdə deməli qrafiklər haqqında məlumat verəcək, təyin oblasti barəsində məlumat vermişik. Bu qədər. Bizə vacib olan
İndi gəlin bunların şəklini çəkək. Qrafiklərini çəkək daha doğrusu. Qrafiklərini çəkək. Diqqət edirsinizsə, bu çevrəni mən silmirəm. Çünki bu çevrə bizə hər addım başı lazım olur. Hər addım başı lazım olacaq. Bu çevrədən qabaq, əvvəlcə burada mən qiymətlər cədvəlini yazacağam. Funksiyalarımızın qiymətlər cədvəli. Gəlin baxaq burada yazaq. Deməli, sinus alfa, kosinus alfa, tangens alfa və kotangens alfa. Biz bütün cədvəli əzbərləyə bilmərik. Söhbət hansı cədvəldən gedir? Sıfırdan başlayır, sonsuzluğa qədər. Biz onu əzbərləyə bilmirik. Bizə lazımdır sadəcə 0, 30 dərəcə, 45 dərəcə, 60 dərəcə, 90 dərəcə. Bunları əzbər bilirik. Arzu olunandır ki, 180 dərəcə, 270 dərəcə və 360 dərəcəni də əzbərdən biləsiniz. İşte birdən əzbər yadımızdan çıxsa, onu necə tapmağı, cədvəli necə öyrənməyə deyəcəm. Bunu iki formada yazıram. 0, 30 dərəcə bizdə həm də nəyə bərabərdir? Bunu mən yaxşı yazmadım. Gəlin bunu biraz belə yazsın. 30 dərəcə pi bölünsün 6'dır. 30 dərəcə pi bölünsün 6'dır. Sonra 45 dərəcə deməli 45 dərəcə həm də bizdə nədir? Həm radyanla ifadəsini yazaq, həm də ki dərəcə ilə. 45 dərəcə bizdə pi bölünsün 4'dür. Növbəti 60 dərəcə pi bölünsün 3'dür. 90 dərəcə pi bölünsün 2'dir. 90 dərəcə pi bölünsün 2'dir. Sonra 180 dərəcə pi'dir. Bunlar radyanın ifadəsidir. 180 dərəcə. 270 dərəcə deməli 270 dərəcə 3 pi böl 2, 360 dərəcə isə 2 pi'dir. Gəlin bunları da yazaq. 270 dərəcə və 360 dərəcə. Gəlin baxaq görək bu cədvəli biz necə öyrənə bilərik. Sinus 0 dərəcədə neçə, hansı qiymət alır? Diqqətlə gəlin baxaq. Sinus funksiyası budur, düzdürmü? 0 dərəcədə hərəkətə başlamayıb, hələ ki buradadır. Bu nöqtənin koordinatına baxın. Sinus oxuna perpendikülər endirdim. Bu oxun üzərində mənfi 1-1 aralığında hara uyğun gəldi? 0'a. Deməli, sinusun qiyməti həmin aralıqda 0'a bərabərdir. Diqqətlə baxın, 0 dərəcədə hələ ki P2'miz hərəkət eləməyib. Burada kosinus nəyin üzərindədir? 1'in üzərindədir. Deməli, kosinus nəyə bərabərdir? 1'ə bərabərdir. Tangens isə sinus bölünsün kosinus olduğuna görə 0'ı böldüm 1'ə 0. Kotangens funksiyası tangensin tərsidir və yaxud da kosinus bölünsün sinusdur. 1 bölünsün 0 məxrəcimizə 0 düşdüyünə görə qeyri-müəyyənlidir. Deməli 0 dərəcədə sinus 0'dır, kosinus 1'dir, tangens 0'dır, kotangens isə təyin olunmayıb. 30 dərəcədə sinus funksiyası 2'də 1. Kosinus funksiyası kök altında 3 bölünsün 2. Tangens funksiyası 1 bölü 2'ni bölürəm kök altında 3'ə 1 bölünsün kök altında 3. Kotangens funksiyası isə kök altında 3'ə bərabərdir. Pi bölünsün 4, yəni 45 dərəcədə. Sinus funksiyası kök altında 2 bölünsün 2. Diqqətlə baxsaz görəcəksiniz ki, kosinus funksiyası da kök altında 2 bölünsün 2'dir. Təsəvvür edin ki, 45 dərəcəli bucaq əmələ gətirib burada. Təsəvvür edin ki, 45 dərəcəli bucaq əmələ gətirib burada. 45 dərəcəli bucaq əmələ gətirib. Həm sinusun, həm də kosinusun qiymətləri bir-birinə bərabərdir. Çünki bu qövsün tən ortasıdır. Kök altında 2 bölü 2, kök altı 2 bölü 2, bəzən 1 bölünsün kök altı 2 ilə rastlaşa bilərsiniz məxrəci rasional formada. Tangens sinus bölünsün kosinus 1 və 1'ə bərabərdir. 60 dərəcədə isə görəcəksiniz ki, deməli sinusdan kosinus 30-60'da qiymətləri yerini dəyişir. İndi çevirmə düsturları vasitəsilə deyəcəm. Niyə belə olur? Baxın 60 dərəcədə sinus 30'da 2'də 1 isə 60'da kök 3 bölü 2'dir. Kosinus
30'da kök 3 bölü 2 olmuşdu, 60'da 2'də 1'dir. Sonra tangens burada artıq yerləri tərsinə olduğundan kök 3, 1 bölünsün, kök altında 3 olacaq. Gəldim 90 dərəcəyə. 90 dərəcədə nə baş verdi? Artıq peyk hərəkətə başlayıb, gəlib çıxıb bura 90 dərəcədə. Sinus bayaq 0 idi, indi artıq olub 1. Sinus bayaq 0 idi, indi artıq oldu 1. Kosinus bayaq burada 1 idi. Bura uyğun gələndə artıq kosinus oxu üzərində olub 0. Tangens sinus bölü kosinusdur. 1 bölünsün 0'dır. Məxrəcdə 0 qeyri-müəyyəni təyin olunmayıb. Kotangens isə 0 bölünsün 1 olduğundan 1'ə bərabərdir. Keçək 180 dərəcəyə. 180 dərəcədə sinus buradan hərəkətə gəldi, çıxdı bura. Bu nöqtənin sinusuna uyğun gəlir bura. 0'dır. Kosinus 180 dərəcədə artıq gəlib bura. Mənfi 1'dir. Tangensdən kotangens 0 bölünsün mənfi 1. 0 bölünsün mənfi 1. 0. Kotangens isə mənfi bölünsün 0. Qeyri-müəyyənlik olacaq. 270 dərəcədə artıq hərəkətə başlamışıq. Gəldik, çıxdıq bura. Burada bu nöqtənin sinusu mənfi 1'dir. Bu nöqtənin kosinusu 0'a uyğun gəlir. Yenə gəlirəm, tangens mənfi 1 bölünsün 0 təyin olunmayıb. Kotangens isə 0 bölünsün mənfi 1 0'a bərabərdir. Və nəhayət 360 bir tam dövr eləyəndən sonra hamısı gəlib əvvəlki vəziyyətinə. 360'da sinus əvvəlcə 0'da neçə idisə, eyni qiyməti də 360'da alacaq. Kosinus əvvəlcə 0'da neçə idisə, eyni qiyməti orada alacaq. Tangens həmçinin və kotangens də həmçinin eyni vəziyyət olacaq. Deməli, bu cədvəli heç də əzbərləməyə ehtiyac yoxdur. Sadəcə olaraq bu vacib olan bucaqları bilsək, yerdə qalan digərlərin həll eləyə bilərik. Sual çıxır, yaxşı, bizə desələr ki, bəs kosinus 225 dərəcəni tap, nə edərik? Biz burada artıq çevirmə düsturlarına müraciət edəcəyik. Çevirmə düsturlarında nə baş verir? Pi və onun tam bölənlərində, vurğularında üzr istəyirəm, sinus funksiyası elə sinusa keçir, kosinus funksiyası. Kosinusa tangens, tangensə kotangens var. Yəni ad dəyişmə baş vermir. Amma pi bölünsün 2 və onun tək misillərində sinus keçir kosinusa, kosinus keçir sinusa. Tangens keçir kotangensə, kotangens keçir tangensə. Buradan belə bir nəticəyə gəlirik ki, pi bölünsün 2 və onun tək vurğularında, misillərində sinus kosinusa, kosinus sinusa, tangens kotangensə, kotangens isə tangensə ad dəyişmə eləyəcək. Bəs yaxşı, burada çevirmə düsturuna iki şey diqqət eləmək lazımdır. Pi və onun misillərində ad dəyişmə baş vermir, işarəyə diqqət eləmək lazımdır. Pi bölü 2 və onun tək misillərində həm ad dəyişir, ad dəyişmə ilə yanaşı, həm də işarəyə fikir vermək lazımdır. Bu nə deməkdir? Gəlin kosinus 225 üzərində baxaq görək nə baş verəcək. Kosinus 225. Mən nə edirəmsə eləyim, bu aralığa gətirəcəm onu. 0-90 dərəcə. Əvvəlcə baxıram ki, 225 hansı sərhəd bucağına daha yaxındır? 225 fırlandı 180, 225. Hardasa buralarda bir yerdədir. Mən 225'i yaza bilərəm ki, 180 üstə gəl 45 və yaxud da 270 çıx 45. Heç bir fərqi yoxdur. Mən yazıram 180 üstə gəlsin 45 dərəcə. Bərabərdir. 180 dərəcə pidir. Ad dəyişməyəcək. Kosinus qalacaq olduğu kimi. İşarəsi isə dəyişəcək. Dəyişəcək yoxsa dəyişməyəcək? Deməli, gəlin baxaq. 180-dir də düzdür. Fırlandım, gəldim, çıxdım 180 dərəcə. Plus 45 dediyinə görə keçirəm hara? 3-cü rübə. 180 buradadır. Plus 45 keçdim 3-cü rübə. 3-cü rübə keçəndə baxıram ki, kosinus funksiyası işarəni burada duran funksiyaya nəzərən təyin edirlər. 180 plus dedi. Bu nöqtənin kosinusu hara uyğun gəlir? Bura uyğun gəlir, düzdürmü? Deməli, 3-cü rübdə kosinus funksiyası necədir? Təkdir. Mənfi qiymət üzr istəyirəm təkdir. Mənfi qiymətlər uyğun gəlir. Ona görə işarə olur. Mənfi kosinus 45 dərəcə bərabərdir. Gəlirəm baxıram. Kosinus 45 dərəcə kök altında 2 bölü 2'yə bərabərdir. Qarşıda da mənfi olduğuna görə
mənfi kök altında 2 bölünsün 2. Yəni, heç bir sıxıntı yaşamadan cavabı tapa bilərəm. Gəlin bunu bir də belə baxaq. Buna. Kosinus, mən dedim ki, burada olanda buradan da götürə bilərik. 270 dərəcə çıx 45 kimdə yaza bilərik bunu. Heç bir fərqi yoxdur. Görün nə baş verəcək. Kosinus 270 dərəcə, düzdürmü? Kosinus funksiyası 270 dərəcə 3 pi bölünsün 2'dir. Pi bölü 2'nin misilləridir. Deməli, nə eləməlidir? Adı dəyişməlidir. Kosinus keçdi oldu sinus. İndi baxıram, işarəyə baxıram. Aldanmayın, burada sinus yazılıb deyə işarəni də buna əsasən təyin eləmək lazım deyil. Burada hansı funksiyası ona nəzərə. 270 dərəcə buradadır. 270 dərəcə. Çıx 45 deyir də. Üstə gəl desəydi o tərəfə gedərdim. Çıx, qayıtdım dala. Buranın kosinusu nədir? Kosinus funksiyası mənfidir. Verdim mənfini qabağa. Sinus 45 dərəcə. Baxıram ki, sinus 45 dərəcə kök altı 2 bölü 2'dir. Cavab oldu mənfi kök altında 2 bölünsün 2. Deməli, çevirmə düsturlarında heç də bütün bucaqları dəqiq əzbər bilməyə ehtiyac yoxdur. Əvvəlcə bu cədvəlin necə doldurulduğunu bir yerdə burada gördük. O çevrədən istifadə eləməklə. Yerdə qalanları isə böyük dərəcələrdə sərhəd bucaqlarından istifadə eləməklə, ad dəyişmələrə diqqət eləməklə, işarəsinə diqqət eləməklə tapa bilərik. Deməli, çevirmə düsturlarının vasitəsilə hesablamamız bu formada olacaq. Birinci baxırıq ki, pi bölü 2 və onun tək misillərindəsə adı dəyişməlidir. Pi və onun misillərindəsə heç bir ad dəyişmə yoxdur. Daha sonra işarəsinə baxırıq. Hansı rübün bucağıdırsa, ona uyğun işarə təyin edirik. Baxırıq, işarəni də burada verilən əsas funksiyaya nəzərən təyin edirik. Buradakı funksiyaya nəzərən işarə təyin olunmur. Deməli, kosinus 225 idi. 180 plus 45, 180 plus 45 gəldim bura. Baxdım ki, kosinus funksiyası 3-cü rübdə mənfi qiymətlər alacaq. Ona görə mənfi vermişəm. Yox, 270 çıxılsın 45 buradadır. 270 çıx 45. Yenə gəldim 3-cü rübə. Çıx dediyinə görə gəldim. Əks halda o tərəfə gedərdim. 45. Burada baxıram ki, yenə kosinus funksiyasına mənfi qiymətlər alır. Mənfisini verdim. 270'də də adı dəyişməli idi. Pi bölü 2'nin ona görə dəyişdim. Sinus 45 kimi verdim. Deməli, çevirmə düsturları vasitəsilə istənilən, verilən cədvəldə qiyməti olan bucağı hesablaya bilərik. Daha sonra ən vacib və ən əsas hissələrdən biri verilən funksiyalarımızın qrafiklərinin çəkilməsidir. Söhbət qrafiklərin çəkilməsindən gedirsə, gəlin çəkək burada. Deməli, bilmirəm indi nə dərəcədə görünəcək oradan. Biz bilirik ki, sinus funksiyasının grafikini çəkək əvvəlcə. Sinus alfanın grafikini çəkmək istəyirəm. Sinus hansı aralıqda qiymət alırdı? Mənfi 1 aralığında. Ona görə asimptotlarımızı qeyd edirik ki, bunu aşmayacaq. 1 və mənfi 1. Gəlin bunları qırıq-qırıq qeyd edirik ki, qrafik bunu aşmayacaq. Bu belə. Sinusoid və kosinusoiddir. Kosinusun kosinusoid, sinusun isə sinusoiddir. Bu qrafiklər ikisi bir-birinə çox bənzəyir. Bir balaca diqqətli olmaq lazımdır. Diqqətli olmalı olduğumuz hissə hansıdır? Sinus funksiyasına fikir verin. Sıfırda, alfanın sıfır qiymətində funksiya özü də sıfır alır. Yəni, nə eləməlidir? Buradan keçməlidir, mərkəzdən keçməlidir. Gəlin, qeyd eləyək bucaqlarımızı. Deməli, oldu pi bölünsün 2, pi, 3 pi bölü 2, 2 pi. Həmçinin mənfi tərəfi də qeyd eləyək, mənfi pi bölünsün 2, mənfi pi, mənfi 3 pi bölü 2 və mənfi 2 pi. Biz dedik ki, mərkəzdən keçməlidir, düzdürmü? Mərkəzdən keçməlidirsə, bizim qrafikimiz mənfi pi bölü 2-dən getdi belə. Bu oldu bizdə sinus funksiyasının qrafiki. Gəlin həqiqətə diqqət eləyək, reallıqlara bir dənə baxaq. Sıfırdır. Pi bölünsün 2-də. Pi bölünsün 2, 90 dərəcədə. Sinusa baxın, nə alıb? Sinus funksiyası. Baxın, 90 dərəcədə 1. Həqiqətən də sinus 90-da 1-dir. Həqiqətən də sinus 90 dərəcədə 1-dir. Pi, sinus nə alıb? 0 alıb. 180 dərəcədə fırlanıb, 0 uyğun gəlir. Həqiqətən də sinus 180 dərəcədə 0-dır.
3pi bölünsün 2, 270 dərəcədə. Baxın bura, mənfi 1-dir. Həqiqətində sinus burada nədir? Mənfi 1-dir. Aydın oldu. Digər tərəfdən başqa bir şeyə diqqət eləmək lazımdır. Biz əvvəldə danışanda dedik ki, sinus funksiyasının ən kiçik müsbət dövrü 2pi-dir. Baxın həmin aralığa. Sinus qiyməti tutaq ki, neçədir? Mənfi 1-i harda alıb? Mənfi pi bölü 2-də, 1 də harda aldı? 3pi bölü 2-də. Fikir verin, 2pi qədər nə var? Dövr var. 2pi'dən 1 təkrarlanacaq. Bu oldu sinusoid. İndi gəlin kosinus funksiyasının qrafikini çəkək. Kosinus funksiyasına fikir versəz görərsiniz ki, 0 dərəcədə kosinus 1 alıb. Onda belə çıxır ki, kosinusun qrafiki 0-dan keçməyəcək. Kosinusun qrafiki olacaq belə. Kosinusun qrafiki olacaq belə. Deməli, qırmızı oldu bizdə kosinus funksiyasının qrafiki, göy isə oldu bizdə nəyin? Sinus funksiyasının qrafiki. Həqiqətən də kosinus 0-da 1 alır, həqiqətən də kosinus 0-da 1 alır, burada da göstərə bilərik 1 alır. Bu isə bizdə kosinus funksiyasının qrafikidir. Əvvəldə dediyimiz kimi sinus və kosinus funksiyalarının hər ikisinin ən kiçik müsbət dövrünün 2pi olmasını burada biz qrafikdə də görə bilərik. Bura qədər daha ən çox az danışdığımız funksiyalar tangens və kotangens funksiyaları idi. Gəlin onların qrafikində çəkərək hansının daha doğrusu xüsusiyyətləri barəsində onlar haqqında da məlumat verək. Diqqətlə baxın, gəlin burada cədvələ. Tangens funksiyası 90 dərəcədə təyin olunmayıb. Tangens funksiyası 90 dərəcədə təyin olunmayıb. Bu olsun, pi bölünsün 2. Eyni zamanda mənfi 90-da da təyin olunmayıb. Mənfi pi bölünsün 2. Onda belə çıxır ki, bu funksiyanın asimptotları oldu bunlar. Mənfi pi bölü 2 və pi bölünsün 2. Nə baş versə, bu iki asimptotun arasında baş verəcək. Növbəti sual çıxır. Bəs yaxşı, 0-da nə baş verir? Gəlirəm baxıram, tangens 0-da 0-dır. Onda belə çıxır ki, tangens funksiyasının qrafiki hardan keçməlidir? Mərkəzdən keçməlidir. Tangens alfa üçün baxırıq. Tangens alfa bizdə nəyə bərabərdir? Sinus alfa bölünsün kosinus alfa. 0 pi bölü 2 aralığında baxın və yaxud da ki, mənfi pi bölü 2, mənfi pi bölü 2, pi bölü 2 aralığında baxın. Fikir verin, mənfi pi bölü 2, pi bölü 2 aralığında sinus funksiyası mənfi 1-dən 1-ə artıb. Mənfi 1-dən 1-ə artıb. Kosinus funksiyası isə həmin aralıqda, baxın kosinus funksiyası, burada da düzdürmü? Ya da belə müqayisə edin. Sinus funksiyasına baxın, bu aralıqda 0 pi bölü 2 hissə etsə baxın. 0 pi bölü 2 aralığına baxın. Baxın 0 pi bölü 2 aralığında, bu aralıqda. Sinus nə edir? Artır. Kosinus nə edir? Azalır. Sinus artır. Kosinus azalır. Fikir verin kəsirimizə. Sürət artır, məxrəc azalır. Onda nə edir? Funksiyamız artır. Onda belə çıxır ki, tangens funksiyası artan funksiyadır. Artan funksiya olduğuna görə bunun qrafiki olacaq, baxın belə. Artan funksiyadır. Bucaq artdıqca funksiyamız da nə edəcək? Artacaq. Verilən qrafik bizdə nə oldu? Tangens alfanın qrafiki olacaq. Digər tərəfdən təkcə bununla yekunlaşmır ki, verilən qrafikimizi, şəklimizi uzatsaq. Baxın digər vəziyyətlərə. Yəni şəkili uzadaq. Deməli, fikir verin, bütün baş verən proseslər mənfi pi bölünsün 2, pi bölü 2 bu aralıqda baş verir. Onda biz deyə bilərik ki, tangens funksiyasının dövrü nədir? Pi'dir. Bu eyni qiymətləri, məsəl üçün, bura uyğun gələn burada bir qiymət var da, növbəti aralıqda mənfi pi bölü 2 gəldik burada. Tangens növbəti 0-ı harda alır? Fikir verin, 180-da. Qeyd edirəm, bura oldu pi. 180-da. İndi gəlirəm bura. Pi bölü 2-nin üzərinə burada nə olmalıdır? 3pi tangensə fikir verin. 3pi bölü 2-də təyin olunmayıb da. 3pi bölünsün 2-də. Növbəti asimptotu çəkdim burada. Tangensin növbəti qrafiki olacaq belə. Və yaxud eyni şeyi bu tərəfdə də eləyə bilərəm də. Mənfi pi, mənfi 3pi bölünsün 2, mənfi 3pi bölünsün 2.
Yenə eyni qrafikdə nə baş verəcək? Burada olacaq. Bu oldu bizdə nəyin? Tangensin qrafiki. Bəs yaxşı, kotangens alfanın qrafiki necə olacaq? Eyni şeyə baxaq. Kotangens alfaya fikir verin, 0-da və 180-da təyin olunmayıb. Bu zaman kotangensin asimptotlarına fikir verək. Kotangensin asimptotları bu aralıqdadır. Kotangens isə tangensin tərsidir. 1/tangensi. Tangens artanda kotangens azalan funksiyadır. Onda kotangens azalır. Kotangensə fikir verin, 90 dərəcədə 0 alır. Kotangensin qrafikisi olacaq belə. Aydındır. 90 dərəcə 0 olacaq eyni formada. Bu oldu bizdə nəyin qrafiki? Kotangens alfanın qrafiki. Göydə olan kotangens alfa. Eyni şeyi tangens üçün elədiyimiz prosesi kotangens üçün də eləyə bilərik. Kotangensə baxın, burada təyin olunmamışdı. 3pi/2 bir də harda olacaq? 2pi-də. Növbəti asimptotu 2pi-dədir bunun. Növbəti qrafikdə olacaq belə. Getdi belə. Və yaxud -3pi/2 oldu. -2pi, -2pi. Deməli, asimptotları haradaydı bunun? Dəqiq qeyd eləyə bir dənə sən. -2pi-də, bir də harda? -pi-də təyin olmayıb. Deməli, biz bunu əvvəlcə burada da qeyd eləyək. Deməli, kotangens bizdə 90-da 0 almışdı, düzdürmü? 90-da 0 almışdı. Olmalıdır bunun qrafiki belə. Növbəti qrafikə baxın. Yaxşı çəkmədim şəkli. Növbəti qrafik gəldi. Asimptotu pi-də bunun. Oldu belə. Deməli, qırmızı ilə verdiyimiz qrafiklər tangensin, göy ilə verdiyimiz qrafiklər isə kotangensin qrafikləri olacaq. Tangens funksiyası artan, kotangens funksiyası isə azalan funksiya olacaq. Cədvəlimizi vermişik. Sinus və kosinusun qrafiklərini vermişik. Bizə bununla yanaşı 6 dənə əsas vacib eynilik var ki, həmin o 6 əsas vacib eyniliyi qeyd edeyim mən. Artıq bu çevrəyə bizim ehtiyacımız yoxdur. Çevrəyə ehtiyacımız yoxdur. Həmin o vacib eyniliklərimiz trigonometriyanın ən əsas vacib eynilikləri. Sinus kvadrat alfa üstəgəl kosinus kvadrat alfa bərabər 1-ə. Birinci. İkinci, tangens alfa bərabərdir. Sinus alfa böl kosinus alfaya. Üçüncü, kotangens alfa bərabərdir. Kosinus alfa böl sinus alfaya. Baxın, bir o birisinin tərsidir. Bunu bəzən belə də yazırlar. Tangens alfa bərabərdir 1 bölünsün. Kotangens alfa kimi də qeyd edirlər. Onda buradan belə bir nəticəyə çıxarmaq olar ki, 5 dənə. Bu iki düstur əslində eynidir. Deməli, tangens alfa vur kotangens alfa bərabər nəyə? 1-ə. Tangens alfa vur kotangens alfa 1-ə bərabərdir. Buna heç nömrə qoymağa ehtiyac yoxdur. Nömrə qoyma. Bu olsun bizim 4-cü. Bu olsun 3 ulduz. Bir o birisinin tərsidir. 5-ci düstur. Bu düsturun hər bir tərəfin sinus kvadrat alfaya bölsək, alınır nə? 1 üstəgəl kosinus kvadrat alfa bölünsün sinus kvadrat alfa eləyəcək. Kotangens kvadrat alfa bərabərdir 1 bölünsün, hər tərəfi bölmüşdü sinus kvadrat alfaya. Sinus kvadrat alfa. Eyni düsturun hər bir tərəfin kosinus kvadrat alfaya bölsək, tangens kvadrat alfa üstəgəl 1 bərabərdir 1 bölünsün kosinus kvadrat alfa olacaq. Burada qeyd elədiyim düsturları videoda, kənarda ayrıca yazı formasında da görəcəksiniz. Gördüyümüz bu 1, 2, 3, bu eyni 4, 5, 6 dənə vacib eynilik var ki, bunlar bizə hava, su kimi lazımdır. Gəlin burada, məncə bu qrafiklərə artıq ehtiyacımız olmayacaq bizim. Bu hissəni silək. Sinus kvadrat alfa üstəgəl kosinus kvadrat alfanın 1 olması barədə qısa bir isbatımızı verək. Niyə 1-dir? Daha sonra isə digər düsturlar barədə də məlumat verəcəm. Yadınızdadsa, bayaq gərək şəkli silməzdik. Çevrəmiz var idi bizim burada. Hərəkətə başlamışdıq. Deməli, biraz səliqəsiz oldu. Ev yox. Ev yox. Deməli,
Gəldim. Bu biz bayaqları qəbul elədik ki, artıq bu sinus alfadır. Bu kosinus alfadır. Nöqtə götürdüm burada. Bu nöqtə. Vahid çevrə götürmüşdük də, düzdürmü? Vahid çevrə. Bu nöqtənin koordinatları sinus alfa idi. Alfa 0 olsun. Bu nöqtənin də koordinatları kosinus alfa 0. Bu düzbucaqlı üçbucaq üçün bir Pifagor teoremi yazsaq, Pifagor teoremi. Bura sinus nədir? Alfadır. Burada kosinus alfadır. Sinus kvadrat alfa üstə gəl digər katet kosinus kvadrat alfa nəyə bərabərdir? 1-ə. Yəni, trigonometriyanın ən əsas vacib eyniliyi buradan baxaraq nəticə çıxarda bilərsiniz. İndi isə trigonometriyada istifadə olunacaq vacib cəm düsturları, hasil düsturları, yarımqat, ikiqat düsturları var. Onlardan sadəcə bir dənəsinin isbatını verəcəm. Onun vasitəsilə yerdə qalan digər bütün düsturları isbat eləyə bilərsiniz. Söhbət nədən gedir? Biz bilirik ki, sinus alfa üstəgəl beta, eyni zamanda videonun kənarında bütün düsturları siz görəcəksiniz. Bərabərdir. Sinus alfa üstəgəl beta bərabərdir. Sinus alfa kosinus beta üstəgəl kosinus alfa sinus beta. Gəlin bu düsturun isbatını verək. Trigonometriya üçbucağın bucaqlarını ölçürəm deməkdir. Yəni, trigonometriyanın bağlı istənilən bir düsturu biz üçbucaqdan istifadə eləməklə göstərə bilərik. İxtiyari bir üçbucaq götürürəm. İxtiyari bir üçbucaq götürürəm. Olsun bir A, B, C üçbucağı və hündürlüyü çəkirəm. Hündürlüyü çəkirəm AH. Gəlin tərəfləri adlandıraq. Bu olsun A, bu olsun B, bu olsun H və alfa bucağı olsun, bu da olsun bir beta bucağı. Gəlin ümumi üçbucaq ABC üçün sahə düsturunu yazaq. S üçbucaq ABC bərabərdir. 2-də 1 A vurulsun B vurulsun sinus alfa üstəgəl beta. Bu üçbucaq ABC'nin düsturudur. İndi yazıram üçbucaq ABH üçün ABH bərabərdir. 2-də 1 A vurulsun H vurulsun sinus alfaya və üçbucaq BSH üçün yazıram. BSH bərabərdir. 2-də 1 B vurulsun H vurulsun sinus beta. Məlum məsələdir ki, ABC üçbucağının sahəsi 2 dənə balaca ABH və BSH üçbucaqlarının sahələrinin cəminə bərabərdir. Gəlin verilən ifadəni onda bir cəmliyə bu formada yazaq. 2-də 1 A vurulsun B vurulsun sinus alfa üstəgəl beta bərabərdir. 2-də 1 A vurulsun H vurulsun sinus alfa üstəgəl 2-də 1 B vurulsun H vurulsun sinus betaya. 2-də 1'lərimiz bizim ixtisar getdi. Hər tərəfi bölürəm AB-yə. Hər tərəfi bölürəm AB-yə. Hər bir həddi bölək AB-yə hətta. Belə deyək. AB-yə. Görün nə baş verir. İxtisar getdi. Qalır sinus alfa üstəgəl beta bərabərdir. H bölünsün B. A'lar ixtisar B yox. A'lar ixtisar getdi. H bölünsün B vurulsun sinus alfa üstəgəl. Burada da B'lər ixtisar getdi. H bölünsün A vurulsun sinus beta. Bu belə. Gəlin diqqətlə baxaq. Gəlin diqqətlə baxaq. H-ın A-ya nisbəti. H-ın göylə yazaq. Deməli, H-ın A-ya nisbəti. Bucağın nə idi? Bitişik katetin hipotenuza nisbəti. Kosinus alfadır. H-ın A-ya nisbəti. Bunu qeyd edirəm bura. H-ın B-yə nisbəti isə kosinus betadır. H-ın B-yə nisbəti isə kosinus betadır. Diqqətlə baxın. H-ın B-yə nisbətinin yerinə gətirib kosinus beta qoyacam. H-ın A-ya nisbətinin yerinə isə gətirib kosinus alfa qoyacam. Onda alınacaq nə? Sinus alfa üstəgəl beta bərabərdir. H-ın B-yə nisbəti. Yəni nə yazıram? Deməli, gəlin göylə yazaq. Sinus alfaya dəymirik. Sinus alfa vurulsun. H-ın B-yə nisbətini yerinə qoydum. Kosinus beta üstəgəl. Sinus betaya dəymirəm. Sinus betaya dəymirəm. Vurulsun. H-ın A-ya nisbətini yerinə qoydum.
kosinus alfa. Deməli, yuxarıda yazılan düsturu isbat eləmiş oldum. Bu belə. İstəsəz məsəl üçün sinus 2 alfanın isbatına ehtiyacınız var. Gəlin burada betanın yerinə qoyun alfa, alfa, alfa. Görün nə baş verəcək. Sinus alfa üstəgəl alfa, 2 alfa bərabərdir. Sinus alfa vur, kosinus alfa üstəgəl, kosinus alfa vur, sinus alfa. Onda sinus 2 alfa nəyə bərabərdir? 2 sinus alfa kosinus alfaya. Bu da bunun isbatı. Digər tərəfləri artıq məncə özünüz isbat eləyə bilərsiniz. Bunun kosinus versiyasında yaza bilərsiniz. Kosinus alfa üstəgəl betanı çevirmə düsturlarından bəllidir ki, 90 çıxılsın alfa yazmaqla və yaxud 90 çıxılsın beta yazmaqla sinusdan kosinusa keçə bilərsiniz. Düşünürəm ki, bura qədər danışdıqlarımız trigonometriyanın əlifbası sayılır. Bunları danışdığımız heç bir şey əzbərləməyə ehtiyac yoxdur. Videoyu təkrar izləməklə videoda kifayət qədər məlumatları əldə edə bilərsiniz. Əzbərləmədən trigonometriyanı başa düşərək uğur qazana bilərsiniz. Hər birinizə uğurlar arzulayıram. Ümid edirəm ki, bugün burada deyilənlər hər birinizin xeyrinə nəticələnəcək. Diqqətinizə görə təşəkkür edirəm. Çox sağ olun.